Bugün biz bir mikrodalga ablasiyasından sonra bir pasiyentin xəstəlik tarixçəsi haqqında istərdim ki, məlumat verim. Pasiyent bizə dekabr ayında müraciət etmişdi və şikayətlərin özü bizə məlumat verir. Nə ilə sizdə öncə müraciət edir şikayətlər? Boğulma. Bəli, şikayət məndə boğulma idi və orada hiss olunur ki, daim sıxır, səs verirdən, bəli, şişkinlik idi, estetik görünüşdən də sağlamma var idi, bəli. Və səs telimdə və səs sıxılmasıyla səs telimdə batmışdı. Biz müayinə etdik, dedik ki, sizdə düyünlər çoxdur, əməliyyat olunmalıdır. Siz amma əməliyyat olunmalı. Mən əməliyyat istəmədim. Niyə? Həm o fikirləşdim ki, orqandır, yəni durub qalxanda bəzən tez götürülməsinin tərəfdarı olmadı. Həm də məsləhətləşdik ki, inşallah bu daha uğurlu olar. Və pasiyent biopsiya olunmuşdu. Biopsiya nəticəsi xoş xassəli olduğu üçün mikrodalga ablasiyasına qərar verildi və mikrodalga ablasiyasından öncəki görüntüləri mən xatırladım ki, düyünün ölçüsü 37 mm idi. Yəni əvvəlki ölçüdə düyünün ölçüsü. Və biz biopsiya etdik. Biopsiyadakı, yəni xoş xassəli olduğu üçün mikrodalga ablasiyası icra olundu və mikrodalga ablasiyasından bir ay sonra düyünün ölçüsündə hardasa götürəndə 10% şişirmə var idi. 3 ay sonraki müayinədə 30%. Artıq bugün pasiyent təkcə müayinə etdi. Pasiyentin təkcə müayinə zamanı baxımvari vəzin ölçüsündəki həmən düyünün, yəni 37 mm-dən artıq düşüb 21 mm, yəni tam böyük bir həcmdə şişirmə var və bu müalicə müddətinin tam effektivi 1 il müddətini bildirir. Bu isə bizim yandırdığımız sahələrdir. Yəni bu artıq çapıq sahələrdir, fibroz sahələrdir və fibroz sahələr əmələ gəldikcə vəzin ölçüsü şişirir. Amma indi keçən xəstə özü məlumat versin ki, hansı şikayətlər aradan götürüldü, o haqda istədim mən məlumat verim. Doktor, o şikayətlər aradan götürüldü ki, ilk baxışdan o xaricən görünən şiş tamamilə aradan götürülüb. Bəli, mən əlimi vuranda çox belə qabarıq şəkildə bir iz görünürdü. Sonra artıq udqunmalar, yatarkən o narahat olan, bəli, tamamilə mən bütün gün danışan adam idim, səsim tamamilə müəlliməyəm, bəli, ixtisas müəlliməyəm, tamamilə səsim batmışdı, amma indi tam öz səsim yerindədir və eyni zamanda udqunarkən qida borumu falanımı sıxırdı, o həmən 37 ölçüdə olanda. İndi isə tamamilə onlar aradan qalxıb, heç bir problemimiz şükür Allah ki, yoxdur. Təşəkkür edirəm. Buradan xatırlatmaq istərdim ki, bəzi hallarda hansı ki, düyünlər ölçüsü böyük olur, xəstələr cərrahi əməliyyat istəmir və ya daimi dərman müalicəsindən imtina edirlər. Yox, mən çünki əməliyyatdan sonra da bəzi hallarda xəstələr daimi dərman qəbul edir. Bu xəstələr üçün ən yaxşı seçim mikrodalga və ya lazer ablasiya üsullarıdır ki, və artıq yəni bir neçənci xəstəmiz ki, artıq nəticələri biz sizlə paylaşırıq. Nəticələrimiz də qənaət bəxşdir və hər hansı bir belə bir şikayəti olan pasiyentlər, əməliyyat istəməyən pasiyentlərə rahat bir şəkildə biz bu müalicə üsulunu tövsiyə edə bilərik. Çox sağ olun, keçmiş olsun. Təşəkkür edirəm, çox sağ olun. Var olasınız.